Biberdə daha çox verim almaq üçün bu çatal, baxın, görürsüz. Baxın, quruyub artıq düşüb. Bu hissələrdə görürsüz nə qədər çox qol budaqları var və burada çatallanma yaranıb. 3 dənə çatallanma var, çox gözəl yaranıb. Və bu çatallanmada olan biber öz-özünə quruyub düşüb. Baxın, buradaydı. Baxın, baxın. Bu çatallanmada, bu hissədə quruyub düşüb. Amma buranı bir dənə sizlər üçün çəkim. Bunun aşağı hissələrini budamışam və bu çatallanmalarda olan meyvəsi çox gözəl gürbur şəkildə çiçək açıb və meyvə verir. Demək ki, bunun daha zəif, görürsünüz necə qıvrılmış və daha zəif meyvələri var. Demək ki, bu alt hissələri biz budamalıyıq. Baxın. Bunları biz budadıqda görürsüz. Bu biberimizin meyvələri, çiçəkləri daha gür və iri bir şəkildə olacaq. Gördüyünüz, baxın, bu biberləri biz budadıq. Və bunu, baxın, bu şəkildə saxladıq. Çatallanmalar və belə. Çünki boyu uzanıb, aşağısı teyp, yarpaq və qanad idi. Və bunun çiçəklərinə baxın, necə nazik tumurcuqları, mənim çəkir ya yox, nazik, qıvrılmış və verimsiz bir şəkildə görünürdü. Biz onu budadıq. Keçdik buna. Baxın. Eynisi də bunda var. Hətta bunda çiçəyi belə var. Biz yenə bunu kəsəcəyik. Gördüyünüz kimi daha yaxşı, daha gür meyvə əldə edək deyə. Amma bunu göstərmişdim. Bunun təpə hissəsini kəsmişik və bu gördüyünüz kimi necə güclü bir şəkildə sürgünlər verib. Bunun da təpə hissəsini kəsmişik. Bunlar normaldır. Bunun da 2, 3 neçəsinin təpə, 3 dənəsinin təpə hissəsini, 3-ün, 4-ün kəsmişik. Biz onu bilə-bilə yox, sadəcə xəstəlik var idi deyə kəsmişdik. Ona görə və onu yoxlayacağam. Onun bitəcəklərini mən ümid eləmirdim. Çünki xəstəlikləri var idi deyə mən onları kəsmişdim. Artıq nə dərman verirdim, düzəlmirdilər. Amma hal-hazırda çox gözəl böyüməyə başlayıblar. Onların verimlərini birlikdə müşahidə eləyərik. Görək bu necə olur. Birlikdə gözləyərik, baxarıq. Görək bu təpəsini kəsəndə mi daha yaxşı? Çünki sürgünləri çox qəşəng, təmiz və gözəl böyüməyə başlayıb, xəstəliklər çəkilib gedib. Görək bu mu daha yaxşı inkişaf edəcək, yoxsa belə saxlayanda mı? Görəcəyik. Bunların, baxın, aşağısını kəsdik. Sadəcə çatallanma olan yerlər qaldı. Bu isə təpəsini kəsmişik və belə gözəl bol sürgün verib. Sonrasında biz bunların meyvələrini yoxlayacağıq. Hansı daha çox, daha yaxşı meyvə verir. Onları sizlər üçün paylaşacağım.